Gəncə Dövlət Regional Kollecindəki ümumxalq matəm günü olan 20 yanvara qarşı yol verilən hörmətsizlik artıq təkcə iddia yox, rəsmi sənədlərlə təsdiqlənən fakt kimi ortaya çıxıb. Redaksiyamıza təqdim olunan və maddi sübut kimi qiymətləndirilən sənəddə kollecin Kimya Biologiya Fənn Birləşməsi üzrə 2025-2026-cı tədris ilinə aid işə giriş-çıxış və davamiyyət qeydiyyat cədvəli yer alır. Sənəddə 20 yanvar tarixini matəm günü kimi deyil, bayram günü kimi qeyd edildiyi açıq şəkildə görünür. Şəkil nəyi sübut edir? Təqdim edilən fotoda sənədin başlığında Kimya Biologiya Fənn Birləşməsi 2025-2026 ifadəsi yer alır, cədvəldə konkret tarixlər üzrə qeydlər aparılıb. 20 yanvar tarixinin üzərində iş günü yox, bayram qeyd edilib, sənəd rəsmi möhür və imzalarla təsdiqlənib. Bu isə onu göstərir ki, məsələ ayrı-ayrı şəxslərin şəxsi yanaşması yox, kollec daxilində rəsmiləşdirilmiş qərar olub. Dərs saatlarında və vəzifələrdə ciddi uyğunsuzluq araşdırma zamanı məlum olub ki, Kimya Biologiya Fənn Birləşməsində çalışan Sədova Günay Dəmir qızına normadan xeyli artıq 750 saat dərs yükü verilib. Halbuki digər müəllimlərin dərs saatları 250-300 aralığında dəyişir. Eyni zamanda sözü gedən şəxs paralel olaraq bir neçə mühüm vəzifə daşıyır. Kimya Biologiya Fənn Birləşməsinin sədri seçki prosesində üzv qərargahda imtahan komissiyasının üzvü, dərsləri keyfiyyətinin yoxlanılması üçün yaradılan komissiyanın üzvü bu qədər vəzifə və dərs yükünün bir nəfərin üzərində cəmləməsi təhsil prosesinin şəffaflığına və obyektivliyinə ciddi şübhələr yaradır. 20 yanvar bayram deyil, xatırladaq ki, 20 yanvar Azərbaycan xalqının qan yaddaşıdır. Həmin gün Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən qətliam nəticəsində yüzlərlə insan həlak olub. Bu tarix rəsmi olaraq ümumxalq matəm günü elan edilib və onun bayram kimi qeyd edilməsi həm qanunvericiliyə, həm də milli mənəvi dəyərlərə ziddir. Məsələnin ən ağır tərəfi isə budur ki, bu hörmətsizlik şifahi yox, yazılı və möhürlü sənədlə rəsmiləşdirilib. Aidiyyatı qurumlar hərəkətə keçəcəkmi? Ortaya çıxan maddi sübutlar Elm və Təhsil Nazirliyi, Dövlət Əmək Müfəttişliyi və digər nəzarət orqanları tərəfindən ciddi araşdırma aparılmasını zəruridir. Reaksiya olaraq Gəncə Dövlət Regional Kollecinin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.